Alfa kursunun ikinci bərnaməsinə xoş gəlibsiniz. Keçən bərnamə bu sözlə başa gəldi ki, bəşər üçün bu imkan yoxdur ki, Tanrını tanıya bilsin. Niyə? Çünki insan bir məxluq, lakin Tanrı fərzimizə görə xaliqdir. Bütün bu kainatı yaradan odur. Bəşər ki, bu bögüç kainat içində bir zərrənin hətta milyonda biri belə deyil, necə eləyə bilər ki, bu kainatı yaradan haqqında mərifət qazansın? Bu ona bənzər ki, çalışam yer kürəsini voleybol topunun içinə bir nəhvinə soxum. Bu mümkün olan bir iş deyil. Mən necə edə bilərəm ki, bəşər və məxluq olaraq Tanrı və Xaliq haqqında səhih bir tanış açadım. Burada gərək mühüm bir mətləbə, əzizlərim, diqqət edəsiniz. Tanrı haqqında zehni məlumatlar ala bilərik, amma bu zehni məlumatlara tanışıq deyilməz. Səhih tanışıq ancaq iki tərəfli bir rabitədən hasil olar. Tanrı haqqında olan zehni məlumatlar qadir deyirlər ki, onunla insan arasında iki tərəfli bir rabitə yaratsınlar. Onun üçün də doğru və səhih bir tanışıq ondan hasil olmur. Birindən səhih bir tanışığa çatmaq üçün lazımdır ki, onunla iki tərəfli rabitəmiz olsun. Bu barədə o məsəl sözümüz nə xoşdur ki, deyir, əgər istəyirsən birini yaxşı tanıyasan, onunla səfərə çıx. Çünki səfərdə olar ki, onunla iki tərəfli bir rabitədə olasan və bunun sayəsində də onu necə ki var tanıyasan. Bəs bu müşkülü necə çözə bilərik? Əgər Tanrını tanımağa qadir deyilik, deməli, suallarımıza da cavab ala bilməyəcəyik. Bəs nə edək? Bu müşkülün çözümü üçün ancaq bir yol var. Doğru ki, mən bəşər və məxluq olduğum üçün qadir deyiləm Tanrını tanıyım. Amma Tanrı ki, məxluq deyil. O, hər şeyə qadir olan Tanrıdır. Heç bir iş yoxdur ki, Tanrı edə bilməsin. Buna görə də o qadiri mütləq, əlbəttə ki, qadirdir, özünü necə ki var mənə tanıtsın. Tanrı haqqında saxladığımız fərzlər bu sözü təsdiq edir. Tanrı qadirdir ki, özünü bəşərə tanıtsın. Tanrı xaliqdir, hədsiz qüdrəti var, insanı yaradan odur, kainatı xəlq edən odur. Yəqin ki, belə bir Tanrı bu qüdrətə də sahibdir ki, özünü necə ki var, insana tanıtsın. İnsan qadir deyil, Tanrı ki qadirdir. Əgər Tanrı buna qadir olmasa, artıq Tanrı ola bilməz. Əzizlərim, bizlərdən heç kim yoxdur ki, Tanrının bu işə qadir olmasında şəkki olsun. Bizim bunda heç şəkkimiz yoxdur. Şəkkimiz olan budur ki, Tanrı axı nə üçün belə bir işi görsün? Doğrudur ki, özünü bizə tanıtmağa o qadirdir. Amma nə üçün belə bir işi görsün? Tanrının nə dəlili var ki, özünü mənə, bu kainatın heç nə sayılan birinə tanıtsın? Xüsusən də ki, özümə baxarkən, əxlaqi kodlarıma əsasən, özümü elə də layiq görmürəm ki, Tanrı belə bir işi mənim haqqımda görsün. Mənim vicdanım daim mənə xatırladır ki, necə əxlaqi kodlarımın ziddinə rəftar edib, necə beləcə yaşamışam və mənim bu vicdanım məni bu barədə daim məhkum edir. Mənim öz məhəklərim məni məhkum edir.
Bəs nə üçün Tanrıdan təvəqqə edə bilərəm ki, mənə dəyər versin və özünü mənə tanıtsın, mənə həmiyyət versin? Axı Tanrı bu işi niyə etsin? Bu o sualdır ki, daim içimizi yeyir və zehnimizi qaranlıq içində saxlayır. Buradadır ki, müqəddəs kitab səhnədə zahir olur və belə deyir. Sənə xoş xəbərim var. Gərçi özün haqqında dediyim bütün bu mətləblər doğrudur, amma Tanrı onlara baxmayıb, onları nəzərə almayıb, qərar verib ki, özünü necə ki var, sənə tanıtsın. O zaman ki, bunun dəlilini müqəddəs kitabdan soruşuruq, müqəddəs kitab belə deyir. Çünki Tanrı haqqında olan bütün dini fərzlərin səhvdir, qələtdir. Sən dini fərzlərinə görə elə düşünürsən ki, əgər bir də dini mərasimlər və ayinlər yerinə yetirəsən, dini vacibatlar, yaxşı işlər, savab işlər, Tanrının huzurunda özünü məqbul edəcəksən. Amma bunlar sənin öz-özlüyündə fərz etdiklərindir. Tanrının səndən istədiyi bunlar deyil. Sən, müqəddəs kitab deyil, etdiyin əməllərlə Tanrının yanında məqbul ola bilməzsən. Tanrının səndən istədiyi, doğrusu sənin əməlin yox, daha çoxu sənin qəlbindir. Tanrı səndən sevgi və məhəbbətini istəyir. Müqəddəs kitab bunu deyir. Müqəddəs kitab bunu elə o başlanışdan aşkar aydın insanın gözü qabağına qoyur. Tövratın Təsniyə kitabının 6-cı fəsil 5-ci ayəsində belə oxuyuruq. Tanrın Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün var gücünlə sev. Müqəddəs kitab bu sözü elə bir məzhəbin bürövrəsində deyir ki, hər dindən çox rəsm-rüsma, ayinə, mərasimə sahibdir. O dindəki daim qurbanlar və ayinlər keçirilir. Elə bu dində Tanrı aydınca göstərir ki, insandan istədiyi insanın ona olan sevgisidir. Tanrı insanın namaz orucu dalınca deyil, məscidə, kilisaya, məbədə getməsi dalınca deyil. Tanrı deyir ki, mən hətta sənin yaxşı əməllər etdiyinin də dalınca deyiləm. Mən sənin qəlbini istəyirəm. Və elə budur da ki, mətləbi çox da əhəmiyyətlidir. Çünki mən olar ki, Tanrı haqqında çox məlumat ələ gətirə bilim, lakin bu məlumat bais olmaz ki, onu sevə bilim. Birinin haqqında məlumata sahib olmaq, qəlbimizdə onun haqqında məhəbbət yaratmaz ki. Qoyun bu sözü bir təmsil ilə aydınladım. Əgər burada bir subay oğlan olsa və ona desəm ki, əzizim, bax, mən bir qız tanıyıram ki, ay kimi gözəldir. Pulu var, ev eşiyi var, yaxşı təhsilatı var, yaxşı bir ailədən də gəlir. İndiyə kimi heç kəsə aşiq olmayıb. Özünü gül kimi təmiz və paç saxlayıb. İndi səndən istəyirəm ki, bu qıza aşiq olasan. Olun. İstəyirsən onun haqqında daha da tərif edim ki, sevgin daha da artsın. Yəqin bilirəm ki, adam mənə güləcək. Doğru da edir. Belə bir şey olan iş deyil. Olmaz ki, biz birini başqa birisinə tərifləyək və ondan istəyək ki, tərifini etdiyimiz adama aşiq olsun. İnsan başqa bir adama bu yolundan aşiq ola bilməz.
Mənim sözlərim lap üstün səviyyədə ancaq maraq yarada bilər və adam istər ki, bu qızı bir görsün və onunla tanışsın. Ancaq bu qədər. Çünki aşiq olmaq, birini sevmək ancaq ikitərəfli rabitədən hasil olar. Sizlər ki evlisiz, o ilk günlərinizi bir xatırlayın. Birinci dəfə ki, həyat yoldaşınızı gördünüz. İndi nə düşünürsünüz? Bu sualıma uca səslə cavab verməyin. Məbada başınıza dərd açasınız. Amma güman edirəm ki, mətləbi yaxşı anladınız. Bunu dedim, bir lətifə xatirimə gəldi. Biri bir gün iş başına gec gəldi. Başqa həmkarlar ondan soruşdular. Nə oldu balam, niyə gec gəldin? Adam dedi, axı gecə biraz gec yatdıq. Xanımla gecə yemək üçün restorana getmişdik. Axı gecə evliliyimizin illik gecəsi idi. 15-ci illik gecəmiz. Qədim həmkarlardan biri bu anda xatırlayır ki, 15 il qabaq bu adam toyunda xanımı haqqında nə demişdi? Onun üçün də soruşur, Bilani, yadıma gəlir ki, 15 il qabaq xanımının haqqında deyirdin ki, o qədər şirindir ki, istəyirsən onu yiyəsən. İndi nəzərin nədir? Adam dönür bir, çəkib deyir, kaş ki elə o gün onu yesəydim. Bu gərçi bir lətifədir, amma mətləbi gözəl bir şəkildə bəyan edir. Çox zamanlar biz bir nəfəri görüncə ondan xoşumuz gəlir. Amma biraz ki onunla rabitə saxlayırıq, məhəbbətimiz solur. Çünki iki tərəfli rabitə bu imkanı yaradır ki, onu düzgüncə tanıyaq. Və bu tanışıq sayəsində ya onu daha çox sevək, ya da ondan acığımız gəlsin. Bunu demək istəyirəm ki, insan iki tərəfli rabitədədir ki, başqa birini sevə bilər, ya da ondan nifrət edər. Və bizi yaradan Tanrı da bunu bilir. Tanrı ki, bizdən bunu tələb edir ki, onu sevək, özü yaxşı da bilir ki, biz əgər onu tanımasaq, onu sevə bilmərik. Və bunu da bilir ki, onu tanımaq üçün bizə lazımdır ki, bizim onunla iki tərəfli bir rabitəmiz, vasitəsiz bir rabitəmiz olsun. Bu iki tərəfli və vasitəsiz rabitədir ki, bizi qadir edər onu tanıyaq, onu ürəkdən sevə bilək. Əgər onunla belə bir rabitəmiz olmasa, bizə qalan ancaq bir sürü dini əməllər olacaq ki, Tanrının yanında bizi əsla məqbul edə bilməz. Çünki Tanrı bizim qəlbimizi istəyir, əməllərimizi istəmir. Sözümü səhv-anlamayın ha. Qoyun evlilikdən sizə bir misal gətirim. Çox zamanlar xanımlar daim ərlərindən soruşurlar ki, ya onu sevir ya yox. Ərlər də cavabda daim eşikdə işlədiklərini və evə pul gətirməklərini onlara xatırladıb, bunu sevgilərinin əlaməti göstərirlər. Amma bu söz doğrudur? Çox kişi var ki, evlərinin xərcini yaxşı verirlər. Eyni halda başqa xanımlarla qızışıblar. Eləcə də çox xanımlar. Lazımdır ki, hər şeydən əvvəl qəlbimizdə məhəbbət olsun. O zamandır ki, bu məhəbbətdən çıxan əməllər sevgi əməlləri olar və məqbul olar. Əgər məhəbbət olmasa, hər nə ki edirik, hər əməl ki edirik, doğrusu
icbari bir işdir. Eşq və sevgi üstünə qurulan əməllər həmişə özünün əsil olduğunu aşkara çıxarda bilər. Əməl gərək sevgi üzündən olsun, yoxsa öz-özlüyündə kifayət etməz. Gəlin etdiyimiz məzhəbi əməllərimizi gözdən bir keçirdək. Bu əməllər haradan qaynaq alır? Tanrıya olan sevgimizdən ya da ondan olan qorxumuzdan. Baxın, əgər insafla hökm edək, görəcək ki, bu məzhəbi əməllər bizim qorxumuzdan baş alır. Cəza qorxusundan, tənbih qorxusundan, cəhənnəm qorxusundan. Ona görə də çünki qorxu üzündəndir, icbari olur. Nə zaman fürsət baş versə, şər'i bəhanələr, şər'i papaqlar düzəldib, etməsindən qaçacağıq. Niyə? Çünki eşq və sevgi üstündə deyil. Və bu Tanrıya böyük bir əhanətdir. Və çox təəssüf ki, din belə bir bünövrənin üstündə bina olub. Qorxu üstündə. Din Tanrı haqqında ancaq zehni məlumat verir və qadir deyil ki, insanla Tanrı arasında iki tərəfli bir rabitə yaratsın. Ona görə də eləyə bilmir ki, sizi Tanrı ilə həqiqi bir şəkildə tanış etsin. Bilirsiniz ki, Tanrı var, lakin onun kim olduğunu və nə istədiyini bilmirsiniz. Beləcə, Tanrı haqqında qaranlıqda qalmış kimi olursunuz. O yerdə ki, işıq var, biz orada olmaqdan qorxmarıq. Amma bütün çıraqları söndürsələr və bizi orada tək-tənha buraxsalar, yavaş-yavaş canımıza qorxu düşəcək. Zehnimiz bizə qorxulu təsvirlər yaradacaq. Niyə? Çünki görmürük. Tanımırıq. Və insan ümumən görmədiyi şeylərdən, tanımadığı şeylərdən qorxar. Dinlər insanları Tanrı haqqında belə bir zülmət içində saxlayırlar. İnsan bilir ki, Tanrı var, lakin onu tanımadığı üçün Tanrıdan canına qorxu düşür. Və bu qorxuya əsasən din tərəfindən kontrol olur. Mən Marksın bu sözünü təsdiq edirəm ki, din ictimaı narkotik kimi nəşr edir. Bəli, Tanrı buna qərar verir ki, bizlə iki tərəfli bir rabitəyə girsin və beləcə özünü bizə düzgün bir şəkildə tanıtsın. Çünki ancaq bu yolla onu düzgün bir şəkildə tanıyıb sevə bilərik. Amma müqəddəs kitab ancaq bunu demir. Bu haqda başqa bir söz də deyir ki, insanın fikrini biraz qarışdırır. Müqəddəs kitab deyir, Tanrı ancaq məndədir ki, özünü necə ki var tanıdır. Ancaq məndə. Əgər istəyirsən ki, Tanrını düzgün bir şəkildə tanıyıb, onunla ikitərəfli bir rabitəyə girəsən, gərək mənə və ancaq mənə müraciət edəsən. Çünki Tanrı ancaq məndədir ki, özünü tanıdır.
Soruşursan, bəs başqa dini kitablar necə? Müqəddəs kitab deyir, ancaq məndə. Və müsəlləmdir ki, müqəddəs kitabın bu iddiası böyük bir iddiadır. Müqəddəs kitab nədir ki, belə bir sözü deməyə cürət edir? Aya onun bu sözünə etimad edə bilərik? Aya onun dediklərinə bel bağlaya bilərik? Müqəddəs kitab bu sözü deməklə bütün başqa dinlərin kitablarını, başqa fəlsəfələrin kitablarını ki, çalışırlar insana bu barədə məlumat versinlər, rədd edir və deyir, əgər istəyirsən ki, Tanrını tanıyasan, onu ancaq məndə tanıya bilərsən. Ona görə də gərək mənim yanıma gələsən. Tanrı haqqında başqa yerlərdən məlumat ala bilərsən. Amma bu məlumatlar mümkündür, düzgün olsun, mümkündür, olmasın. Amma əgər doğru bir tanışıq dalındasan, suyu çeşmə başından içməlisən. Yəni bu ki, Tanrının özündən eşitməlisən ki, necədir və nə cür bir Tanrıdır. Müqəddəs kitabın bu iddiası doğrudan da böyük bir iddiadır. Bunu mən özüm də bilirəm. Amma müqəddəs kitab belə bir iddianı etməkdə əsla tərəddüd etmir və böyük bir cürət ilə bu mətləbi car çəkir. Qoyun müqəddəs kitabın bu iddiasını araşdırmadan əvvəl onun nə olduğuna bir baxaq. Müqəddəs kitab nədir? Müqəddəs kitab ki, indi dünyanın çox dillərinə tərcümə olunub, bir kitab yox, bir kitabxanadır. Çünki öz-özündə 66 kitabı var. Müqəddəs kitabın 2 hissəsi var. Birinci hissəyə qədim əhd ya da ətiq əhd deyilir, ikinci hissəyə də cədid əhd. Bu 66 kitabların 39-u ətiq əhdə və 27 kitabı cədid əhdə aiddir. Bu kitablarda cürbəcür ədəbi nəsrlər görürük. Onda rəvayət var, şeir var, tarix var, hikmət sözləri var, uzun və qısa məktublar var, nəbəvi sözlər var, hətta gələcək haqqında xəbərdarlıq da var. Müqəddəs kitabın iddiasına görə Tanrı özünü bu kitabın sözləri vəsiləsi ilə bəşərə tanıdır. Müqəddəs kitab başqa bir sözdə o söhbətdir ki, Tanrı bəşər ilə danışır. İnsanı yaradan Tanrıdır və Tanrı özü bunu yaxşı bilir ki, insanın eşitmə və danışma qüvvəsidir ki, onu tanışıq və mərifət kəsb etməyə qadir edir. İnsan qulaq və dilinin vəsiləsi iləndir ki, başqalarını anlaya bilir və özünü də başqa adamlara tanıda bilir. Buna görə də Tanrı bu amac və məqsəddə ki, özünü bəşərə tanıtsın, onun bu eşitmə və danışma qüvvəsindən istifadə edir. Onlarla özündən və özünün şəxsiyyətindən danışır və kəlam vəsiləsi ilə özünü bəşərə tanıdır. Tanrı bu çalışda bəşər ilə ilahi dili ilə yox, insan dili ilə danışır. O dil ki, insan onu başa düşməyə qadirdir. Buna görə də elə bu əvvəldən əzizlərim, müqəddəs kitab haqqında gərək 3 mətləbi yadınızda saxlayasınız. Birincisi bu ki, müqəddəs kitabda gələn sözlər Tanrının sözləri, Tanrının kəlamıdır və Tanrı bu kəlamın vəsiləsi ilə
özünü bəşərə tanıdır. İkinci mətləb bu ki, müqəddəs kitabın dili insan dilidir. Tanrı əgər bu kitabda ilahi dildən istifadə etsəydi, insan onu dərk edə bilməzdi. Üçüncü mətləb bu ki, Tanrı özünü müqəddəs kitabda tədrici bir şəkildə yavaş-yavaş aşkar edir. Və onda nə qədər ki oxuyub qabağa gedirik, Tanrıdan da daha çox anlayırıq. Müqəddəs kitabı açdıqda Musa Peyğəmbərin 5 kitabı ilə rastlaşırıq. Yaradılış, Çıxış, Lavililər, Sayılar və Təsniyə ya da şəriətin ikinci yazılması. Bu kitablar Tövrat və ya şəriət kitablarına da məşhurdurlar. Musa Peyğəmbərin kitablarından sonra 12 tarixi kitablar yer alıb ki, İsrail xalqının tarixini ilahi baxımdan araşdırır və təqribən bütün Ətiq əhdin tarixini özündə tutur. Ətiq əhdin başqa kitablarının hamısı bu tarixi kitabların dövründə yazılıb. Tarixi kitablar bunlardırlar. Yuşə, Davərlər, Səmuil Peyğəmbərin 1-ci və 2-ci kitabları, 1-ci və 2-ci Padişahlar kitabı, 1-ci və 2-ci Salnamələr kitabı, Ezra, Nehemya və Ester kitabları. Bu kitablardan sonra 5 şeiri kitablarla rastlaşırıq. Bu 5 şeiri kitablar Yahudilərin şeir üslubu üzərinə yazılıb. Əyyubun kitabı, Davud Peyğəmbərin Zəbur kitabı, Süleyman Peyğəmbərin kitabları ki, Məsəllər kitabı, Vaiz kitabı və Qəzəllərin Qəzəli kitabı olsun. Bu şeiri kitablarda, xüsusən də Süleyman Peyğəmbərin yazdığı kitablarda biz hikmət ədəbiyyatı ilə də rastlaşırıq. Şeir kitablarından sonra nəbəvi kitablar gəlir ki, hamısı birlikdə 17 kitabdır ki, Yahud xalqının peyğəmbərlərinin vasitəsi ilə yazılıb. Bunlar bu kitablardan ibarətdir. Eşaya, Eremya, Hezeqiyal, Daniyal və başqa 12 peyğəmbər ki, Məlaki peyğəmbərin kitabı Ətiq əhdin axır kitabı olur. Ermiyanın Mərasi kitabı da Eremyanın kitabına yapışıqdır. Baxın, pəs belə oldu. Musa Peyğəmbərin 5 kitabı ki, Tövrat olsun, sonrası 12 tarixi kitab, sonrası 5 şeiri kitab, sonrası da 17 nəbəvi kitab. Bunlar Ətiq əhdin 39 kitablarıdır. Ətiq əhdin bu kitablarından sonra Cədid əhdin kitabları başlanır. Ancaq bunu deməliyəm ki, Ətiq əhdin axır kitabı, yəni Məlaki kitabı ilə Cədid əhdin başlanışınacaq 400 il ara var. Yəni bu 400 ildə Tanrı tərəfindən heç bir peyğəmbər göndərilməyib. Başqa bir sözlə, bu xalq ki, bütün tarixində Tanrı tərəfindən hər zaman peyğəmbəri var idi, bu 400 il ərzində heç bir peyğəmbər Tanrı tərəfindən görürük ki, zuhur etmədi. Elə bil ki, Tanrı artıq sükut etmişdi. Və Tanrının bu sükutu 400 il sonra Yahya peyğəmbərin zuhuru ilə başa gəlir ki, Cədid əhdin kitablarının başlanışıdır.
Bu 400 il ərzində bir də tarixi kitablar da yazıldı ki, gərçi tarix baxımından, xüsusən də Yəhud tarixində çox da mühümdürlər, amma onlarda bəzi mətləblər var ki, Əti-Qəhdin fikir və ilahiyyatı ilə cür gəlmir. Ona görə də onların tarı tərəfindən ilham olduğu rədd olunub. Amma bunlar Katoliklərin müqəddəs kitablarında özünə yer alıb, bu kitablara apokrifa deyilir. Apokrifa Yunancada, yəni gizli olanlar. Əti-Qəhddən sonra Cədid Əhd 4-cü ilin rəvayəti ilə başlanır. Mətta, Mərqos, Luqa və Yuhannanın rəvayət etdiyi İncillərlə. İncil Yunanca bir kəlmədir. Mənası da xoş xəbər. Əgər istəyək bu İncillərə daha dəqiq ad verək, bəlkə də belə olsun. Məttanın müjdə verdiyi xoş xəbər, Mərqosun müjdə verdiyi xoş xəbər, Luqanın və Yuhannanın müjdə verdiyi xoş xəbərlər. İncillərdən sonra Həvarilərin İşləri kitabı yer alır ki, onun yazarı həmən Luqadır. Sonrası Həvarilərin yazdığı məktublarla rastlaşırıq ki, onun 13-ünü Pulos Həvari yazıb. Bir məktub Rum kilisasına ki, daha doğrusu ev toplantısı idi. 2 məktub Korint kilisasına, bir məktub Galatiya əyalətindəki kilisalara, Efesos, Filipi və Kulesi kilisalarının hər birinə də bir məktub. 2 məktub Tesalonik kilisasına, 2 məktub Timotausa, bir məktub Titosa, bir məktub da Felimona. Pulosun məktublarından sonra başqa həvarilərin yazdığına yetişirik ki, 2'sini Petros həvari, 3'sünü Yuhanna həvari, birini Yaqub, birini də Yahuda yazıb. Bu məktublar arasında İbranilərə yazılmış bir məktub da var ki, yazarı bəlli deyil. Çox adam onun Pulosa aid olduğuna inanır. Bu məktub Rum İmparatorluğunun hər yerinə dağılmış o Məsihilərə yazılmış ki, Yəhud irqindən Məsihə iman gətirmişdilər. Cədid Əhdin axırında da Yuhannaya aid olan Vəh kitabı yer alıb ki, sembolik bir şəkildə metaforlardan istifadə edib axır zamanın hadisələrindən danışır. Müqəddəs kitab budur. Bu kitabların 40 nəfərdən çox yazarı var və bu adamlar ictimağın müxtəlif təbəqələrindən gəlirlər. Aralarında padişah da var, çoban da var, varlı da var, yoxsul da var. Bunlar müxtəlif zamanlarda yaşayıblar və bu kitabların yazılışı 1600 il ərzində baş verir. Bilirəm, müqəddəs kitabdan sizə verdiyim bu izahlar sizdə bu sualı yaradır. Dayan bir. Məgər sözümüzün əvvəlində demədim ki, müqəddəs kitabda bu tarıdır ki, insanla danışır. Bəs necə olur ki, indi onun 40 nəfər nivisəndələrindən danışıram? Əgər müqəddəs kitabın müxtəlif nivisəndələr var, bəs necə deyə bilərik ki, bu tarı özüdür ki, bu kitabda özünü necə ki var aşkar edir? Qoyun sözü bu haqda biraz açıqlayım. Biz insanlar özümüzü necə başqa adamlara tanıdırıq və onları nəyin vəsiləsi ilə tanıyırıq? Müsəlləmdir ki, deyəcəksiniz, söz vəsiləsi ilə. Biz söz vəsiləsi ilə, kəlam vəsiləsi ilə özümüzü, fikirlərimizi, hisslərimizi başqa insanlara tanıdırıq və onları da elə bu vəsilə ilə tanıyırıq.
İndi fərz edin ki, siz tarısınız və istəyirsiniz yaratdığınız insana özünüzü tanıdasınız və beləcə onunla ikitərəfli bir rabitəyə girəsiniz. Bu barədə bizi yaradan yaxşı bilir ki, biz nə yolla belə bir işə qadirik. Çünki bizə dil verən o özüdür. Bilir ki, dil və kəlam vəsiləsi ilə biz bir-birimizi anlayıb, bir-birimizi tanıyırıq, fikirlərimizi bildiririk, hisslərimizi açığa çıxardıq. Dil və sözdür ki, bunların hamısını bizim üçün mümkün edir. Biz qulağımızla eşidirik və dilimizlə danışırıq və beləcə aramızda əlaqə və rabitə yaranır. Bu yoldur ki, onunla anlayıb anlaşırıq. Tanrı bizim xaliqimiz olaraq bunu bilir və o da elə bu yolu seçir. Tanrı özünü bizə tanıtdırmaqda o da dili seçir. Amma hansı dili? Əgər siz Tanrı olsaydınız, özünüzü insanlara göyün dili ilə tanıtdırardınız, yoxsa yerin və insanların dili ilə? Tanrı əgər göyün dilini, ilahi dili seçsəydi, bu olmazdı. Çünki biz insanlar bu dili başa düşmürük. Əgər mən Almanca danışam, amma siz bu dili danışmayasınız, mənim nə dediyimi əsla anlamayacaqsınız. Tanrı özünü bizə tanıtdırmaqda gərək o dili seçsin ki, biz onu başa düşməyə qadirik. Ona görə də o bu haqda insan dilini seçir. Çünki istəyir biz onun özü haqqında dediklərini başa düşək və beləcə onu tanıyıb onunla ikitərəfli bir rabitədə olaq. Və bu rabitə bizdə onun haqqında tanışıq yaratsın. Və bu tanışıq ürəyimizə onun sevgisini doldursun. Əgər mən onu tanımasam, onu necə sevə bilərəm? Həm də bütün can və var gücümlə. Və onu tanıya bilmərəm, əgər onun özü haqqında dediyi, özü haqqında danışdığı sözləri anlamayım. Buna görə də müqəddəs kitabda yazılan dil, əzizlərim, insan dilidir. O dil ki, biz də onunla gündəlik həyatımızda bir-birimizlə əlaqə qururuq. Bəzi vaxtlar adamlar bu mətləbə baxmayıb, elə suallar soruşurlar ki, mətləbi biraz qarışdırır. Məsələn, deyirlər, aya inanırsınız ki, müqəddəs kitab Tanrının sözüdür? Cavab verirəm, bəli. Deyirlər, yəni bu ki, bu kitabda səhv bir şey əsla yoxdur? Deyirəm, dediyiniz kimidir? Çünki əgər onda səhv bir şey tapılsa, artıq Tanrının sözü ola bilməz. Mənim bu sözümdən sonra onlar məsələn, müqəddəs kitabın Yuşə kitabına işarə edib belə deyirlər. Bəs necədir ki, Yuşə burada günəşə əmr edir ki, göyün ortasında dayansın və hərəkət etməsin? Onların işarə etdiyi mətləb Yuşə kitabının 10-cu fəsil 12-ci ayəsindədir.
burada Yuşa Emurlularla müharibə edir və görür ki, günəş batır və düşmənə hələ qalib gəlməyib. Və bilir də ki, əgər qaranlıq düşsə, artıq qadir olmayacaq onları məğlub etsin. Ona görə də günəşə əmr edir ki, göyün ortasında dayansın və batmasın. Və müqəddəs kitab da deyir ki, günəş hərəkətindən dayanır və batmır və Yuşa düşmənə qalib gəlir. Bu irad tutan adamlar deyirlər ki, bu elminə cür gəlmir ki, çünki elmə görə günəş hərəkətsizdir və bu yer kürrəsidir ki, həm öz dövrünə, həm də günəşin dövrünə hərəkət edir. Əlbəttə, bu söz doğrudur. Bu günlər bizim hamımız bu həqiqəti bilirik. Amma bu həqiqəti bilməyimiz hələ də danışığımızda heç bir dəyişiklik verməyib. Hələ də elə danışırıq ki, güya belə deyil. Deyirik, günəş dağların arxasına endi. Günəş göyün ortasına qatdı. Və belə danışdıqda hamı bizim nə dediyimizi başa düşür. Əgər bu sözü elmi dildə desək, hamı bizə gülər. Çünki təbii söhbətimiz elə deyil. Əgər bu hadisə bu zamanda baş versəydi, bizim bu zamanımızda və Yuşa hətta bizim bu günlərimizdə yaşasaydı və bizim bu günlərimizdə bağırsaydı ki, ey yer kürrəsi, öz dövrünə gəzməkdən dayan. Görün, bu söz nə qədər qeyri-təbii və gülücü olardı? Müqəddəs kitab, əzizlərim, insanın təbii dilində yazılıb. Onun amac və hədəfi bu deyil ki, elmi dildə danışsın. Hədəfi budur ki, insana Tanrı ilə olan rabitəsini açıqlasın. Müqəddəs kitabın dili insanın təbii dilidir. Amma sual hələ də yerindədir. Nəhayət bu müqəddəs kitabı kim yazıb? Bu nivisəndələr yoxsa Tanrı pərverdigar? Necədir? Bu sözü qoyaq gələn bər.